اللهم صل على محمد وآل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله صلوات ذكر وعلى طيبين طاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: بسم الله الرحمن الرحيم واعبدوا الله ولا تشركوا به شيئا وبالوالدين إحسانا وبذي القربى واليتامى والمساكين والجار ذي القربى والجار الجنوب والصاحب بالجنب وابن السبيل وما ملكت أيمانكم إن الله لا يحب من كان مختلا فخورا. Sadakallahu aliyyul azim. Allah Teala bu cuma gününü bütün müminatlara mübarek eylesin inşallah. Allah bu cuma gününde dualarımızı, hacetlerimizi kabul eylesin. Allah cemi şehitlerimize rahmet eylesin. Xəstələrimizə, xüsusən qazilərimizə şəfa inayət eləsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin inşallah. Bugünkü mövzu müsəlmanların bir-birinin boynunda haqq olaraq hər bir insanın, hər bir müsəlmanın öz qonşusuna yaxşılıq eləməsi, öz qonşusuna qarşı olan məhəbbəti haqqında bir neçə kəlmə inşallah məhzərizə ərz eləyərik. Allah Teala Quran-ı Kərimdə oxuduğum ayədə buyurur, 10 dənə məsələ sayır burada və mühüm məsələlərdən ibarətdir. Birincisi buyurur ki, وَعْبُدُوا وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Buyurur aleyhisselam, Allah'a ibadet edin ve ona heç bir şərik qoşmayın. Müsəlmana birinci vacib olan, boynunda haqq olan məsələlərdən biri budur ki, Allah'a ibadet eləmək. Allah'a ibadet müəyyən müxtəlif mənalarda işlədilir. Yəni, bir ibadət budur ki, Allah'ın əmr elədiyi namazı qılmaq, əda eləmək, vacibi hökmləri yerinə yetirmək və Allaha bəndəlik eləmək, Allaha qul olmaq, bunlar hamısı ibadət mənasında keçir. Ən gözəl ibadət insanın Allah qarşısında əyilməyi, Allah qarşısında namaz qılmağı mütləq olaraq vacib bir məsələdir. Peyğəmbər salavatullah buyurur ki, əgər hər bir şəxsin 2 rükət namazı qəbul olsa, o bir əməllərindən daha sorğu-sual olunmaz. Xüsusi olaraq qeyd olunur, müsəlmana vacib olan namazdır. İkincisi, burada sonra buyurur ki, وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Elə ki, Allaha iman elədin, Allaha qəbul elədin, Allaha ibadət elədin, Allaha gərək şərik qərar verməyəsən. Şərik o mənadadır ki, Allahı qoyasan başqa bir məbuda, başqa bir özün üçün bütə, belə deyək, ona sitayiş eləyəsən. Quranda bunun haqqında ayələr keçir müşriklər barəsində. Şərik qoşmaq, yəni müşrik olmaqdır. Bir ağaca, hansısa bir şeyə, cansız bir şeyə ibadət eləməyə şərik, müşrik olursan. Və yaxud da Allahı bir yerdə qərar verirsən. Göydəmi, yerdəmi, hansısa bir zaman onun üçün qərar verirsən. Bu insanı Allaha şərik qoşmaqlığa gətirib çıxardar. Hətta bəzi insanlar da buyururlar, deyirlər ki, Allah Teala qiyamət günündə gələcək bizlərlə qiyamətdə sorğu-sual eləyəcək. Bu özü də Allaha şərik qərar verməklikdir. Həzrəti Musa Peyğəmbərə ki, bir neçə insanlar dəstə iman eləmədilər, buyurdular ki, ya Musa, əgər istəyirsən Peyğəmbər və qəbul eləyək, iman gətirək, bizə Allahı göstər. Allah Teala, Allahı bizə göstər. Həzrəti Musa Peyğəmbər buyurdu ki, o dağa nəzər eləyin, Allah bir nurundan bir zərrə qədər o dağa göstərdi, hamısı o dağın altında qalıb həlak oldular. Buyurdular ki, Allah ayə göndərdi ki, buyurdu, lən tərani, yəni əbədən həm bu dünyada, həm o dünyada Allahı heç vaxt görmək olmaz. Yəni bu, Allaha şərik qoşmaq bu mənadadır ki, yəni Allaha bir cisim qərar verəsən. Bir cisim qərar verəsən. Məlumdur da bir şeyi görmək üçün
gərək məsafə ola. Və bir də onun kölgəsi ola. Bir də məkanı ola, yeri ola. Yəni, bir də bir cism ola da, bir şeyin ki, məsafə yoxdur bizlə Allah arasında və yaxud da onun kölgəsi yoxdursa, bir şey nətər görmək olur. Ona görə Allah Teala buyurur ki, və la tuşriku bihi şey'ən. Bir, Allaha ibadət eləmək, ikincisi Allaha şərik qərar verməmək, heç bir şey Allaha şərik qərar verməyəsən. Sonra buyurur ki, və bil valideyni və valideynlərə, deməli, valideynlərə ehsan eləmək, valideynlərə hörmət eləmək. Bu ayədə görürsən Allah Teala öz ibadətindən sonra valideynə ibadət eləməsini, valideynə qarşı hörmət eləməsini qeyd eləyir. İbadət elə birinə xoş söz demək özü bir ibadətdir. Kimi sözü ilə, kimisi əxlaqı ilə, kimisi ədəbi ilə bir şəxsin xidmətində durursa, bu özü bir ibadətdir. Quranın üzünə baxmaq özü bir ibadətdir. Hökmən deyil, məsələn, hələ namaz ibadətdir, bu ayrı bir hökmdür, ayrı bir məsələdir. Valideynlərimizə hörmət eləmək özü bir ibadətdir. Allah Teala öz ibadətindən sonra yer üzündə insanın rəhbi olan, böyüyü olan, tərbiyətçisi olan insanın öz valideyni buyurur ki, وَوَسَيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ. Biz insana, ata-anasına yaxşılıq etməyi vəsiyyət etdik. Quran ayəsində Allah Teala buyurur, tövsiyə etdik. İmam Rıza Aleyhisselam buyurur ki, valideyn müşrik olsa da belə ona gərək hörmətli eləməyəsən, yaxşılıq eləyəsən. Çünki haqqı var boyunda. Hətta hədislərdə də vardır ki, əgər ata uşağı üçün, öz övladı üçün qarğış eləsə, o qarğışı onu tutar. Halal eləməsə, onun heç bir bərəkət olmaz. Nə bu dünyada, nə ahirətdə. Qıldığı ibadət də batildir. Ondan hətta pişnamaz da olmaz. Ədalətdən düşür. Bir insan ki, ağ valideyndir, o ədalətdən düşdür. Ədalətdən düşən kimi olursan fasik. Fasikin də pişnamaz dayanması olmaz. Və Allah Teala buyurur ki, فَلَا تَقُلْ لَهُمَ اُفٍ. Buyurur ki, valideynlərinizə belə uf sözün də belə deməyin. Həzrəti Peyğəmbər salavatıllahdan bir hədis var. Bir nəfər gəlir Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, mənim əvvəl o qədər imkanım yaxşı olub, indi heç nəyim yoxdur, kasıblaşmışam. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, anamdan halallıq al. Diyor, anamın mənə heç bir şey yoxdur, bir şey eləməmişəm. Xülasə 3 dəfə təkrar eləyir, gəlir anasının yanına. Həzrəti Peyğəmbər buyurur ki, ana, bəs sənin buna oğluma qarşı nə bir incillik olub? Buyurur ki, oğlumu evləndirəndən sonra oturmuşdu, əyləşmişdi, süfrədə çörək yiyirdi. Gəlinimə dedim ki, bəs dur süfrəni yığışdır. Oğlum qayıtdı mənə dedi ki, bu qızı sənə qulluqçu almamışam. Buna iş buyurarsan. Bu söz dedi, mənim xətrimə dəydi. Yəni, bu qədər incəliklər vardır ki, insanın valideynin qarşısında durub ona hörmət eləməsi. Allah Teala buyurur ki, belə uf olsun, belə bu cür sözlər də valideynlərinizə bu cürə söz deməyin. Və sonra başqa bir məsələlərdə buyurulur ki, həyat və varlıq aləminin əsas mənbəyi ilk olaraq Allah, ikincisi də ata-anadır. Allah yaradandır, xalq eləyir, amma ata-ana da övlad dünyaya gətirir. Allah'tan, bəli. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, Loğman öz oğluna nəsiyyət edir, buyurur və izqalə Loğmana li əbnihi fəhuvə yu'zihu. Buyurur ki, bir zaman Loğman öz oğluna nəsiyyət edir, demişdi ki, oğlum, ya bunayyə, la tuşriku billah, Allah'a şərik qərar vermə, innəl şirkəl ləzulmun azim. Bu böyük bir zülümdür. Burada məsələ, İnsan ki, Allah'a şərik qərar verir, müşrik olur, şərik qərar vermək, bu misalındadır ki, insan öz valideyninə də qarşı çıxsa, olacaq müşrik. Bu bir mənada bunu insanlara deyir. Üçüncüsü, bu Quran-ı Kerimdə buyurur ki, və bil valideyni ehsanə və bizil qurba. Buyurur, üçüncüsü söz budur ki, öz insanın öz yaxınlarına, qohum əqrabalarına yaxşılıq eləmək, ehsan eləmək, sili rəhm eləmək. Bu həmən ayənin üçüncüsü,
dördüncüsü bundan ibarətdir. Sile rəhim bu deməkdir ki, silə yəni bağlılıq deməkdir. Rəhimdə ana bətnin mənasında da işlədilir, bu söz deyilir. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Allahın ən çox qəzəbləndirən günahlar arasında Allaha şərik qoşmaq və ondan sonra da sile rəhmi qət eləməkdir. Qohum əqrabıya baş çəkilmək, bu sile rəhmi qət eləmək insanın ömrünü azaldar və ruhsunu azaldar. Bərəkət olmaz, ömrünün ruhusunun bərəkət olmaz. İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, sile rəhim əməlləri paçlaşdırır, mal dövləti artırar və ömrü uzadar, bəlalardan uzaqlaşdırır. Həzrəti Peyğəmbər salavatullahdan soruşdular ki, Allahın qəzəbinə olan əməl hansı əməldir? Həzrəti Peyğəmbər salavatullah buyurdu, birincisi Allaha şərik qoşmaq, ikincisi də sile rəhmi qət eləmək. Bu qədər önəm verilir. Və 1000 illik məsafədən duyulan behiştin ətiri o sile rəhmi qət eləyənə dadızdırmaz Allah. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, o kəsin ki, özünə ömrünə 3 il qalar, sile rəhmi ilə Allah onun ömrünü 33 il artırar. Yəni, insanın ömrünü çoxaldar. Nəhayət, beşincisi gəlib, indi o qonşuluq məsələsinə gəlib çıxacam. Beşincisi də budur ki, Allah Teala bu Qur'an-ı Kərimdə buyurur, yetimlərə yaxşılıq eləmək. Yetimlərə yaxşılıq eləmək və mühüm bir məsələdir. Buyurur ki, həqiqətən yetimlərin mallarını haqsızlıqla yeməyin və qarnınızda onu oda çevirməyin. Qur'an-ı Kərim Allah Teala buyurur ki, yetimlərin malını yeməklə insan o yediyini cəhənnəm oduna çevirir, sanki o yediyi qidaları. Alovu cəhənnəmə girəcəksiniz buyurur. Həzrəti Peyğəmbər buyurur ki, qəlbinin yumşalmasını və diləyinə çatmasını istəyirsənmi? O zaman yetimə mehribanlıq göstər və əlindən nəvazişlə onun başına çək və ona xoş sözlər deməklə ona yedizdir. Yeməklərdən nəyə imkan çatırsa, yəni yetimə əl tutmaq, yetimin ahu Allahın ərşi titrəyir. Və Həzrəti Peyğəmbər salavatullah buyurur, qiyamətdə bir dəstə adam ağzından alov saça-saça gələcəklər, çölə çıxacaqlar qəbirlərdən. Onlar kimlərdir soruşurlar Həzrəti Peyğəmbər salavatullahdan, buyurur ki, onlar yetim malını yiyənlərdir. Və yoxsullara yaxşılıq eləmək. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, hər kəsin ki bir şeyə ehtiyacı var, hər kim onun ehtiyacını ödəsə və ona sədəqə versə, Allah da onu mükafatlandırır, onun əcrini verər. Əgər bir sədəqə 40 insanın əlindən keçib, möhtacın əlinə çatsa, onların hamısının tam əcrini alar. Bir sədəqə ki, 40 nəfərdən fırlana gələ sənət əlvə çata, hamısı o xeyirdən o mükafatlanacaqdır. Həzrət Əleyhisselam buyurur ki, öz yaxşılığını öldürməklə onu dirilt. Yəni, bu mənadadır ki, insan nə eləyirsə, gərək o yaxşılığı fikrindən çıxarsın, onu öldürsün, yaddan çıxarsın ki, o yaxşılığa bir şey versinlər. Və nəhayətdə mövzumuz bu mənadadır ki, qonşunun qonşu boyunda haqqı, qonşuluq haqqında Həzrəti Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, vəl carizil qurba, yaxın qonşularına yaxşılıq elə. Bu mənadadır ki, hər bir insan öz qonşusuna qarşı həqiqətən də gərək mehriban ola, yaxşı ola. Və hədislərdə də var, buyurur ki, həqiqi müsəlman qonşunun vəziyyəti ilə maraqlanmalıdır. Həqiqi müsəlman. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, qonşu az ikən özü tox olan kimsə mömin deyildir. Qonşuluq haqqı imanla əlaqəsi var. Bir insan əgər qonşulusu ilə yaxşıdırsa, deməli onun qəlbində iman var. Və hansı yerlərdə onu ziyarət eləmək lazımdır? Buyurur ki, xəstələndə ona gərək baş çəkəsən. Ziyarət eləmək qonşunu xəstə vaxtında. İkincisi, öləndə onun cənazəsində iştirak eləmək.
Üçüncüsü, evinə dəvət edəndə gərək dəvətini qəbul eləyəsən. Sənin boynunda haqdır. Bir nəfər qonşu ki, səni evə dəvət eləyir, gərək onun dəvətini qəbul eləyəsən. Dördüncüsü, yanında, indi görürsən, insan asqırır da, asqırma, səbir gətirir. Asqıranda ona Allahdan rəhmət diləmək lazımdır. Ümumiyyətlə, deyirsən, səbir gətirəndə insan bir anlığa ölə bilər. Nə üçün deyir, yərhəməkumullah, Allah sənə rəhm eləsin. Ona görə ki, səbir insan dərhal ölə bilər. Yəni, o mənada, o cürünə bir məsələdir. Ona görə Allahdan ona rəhmət, mərhəmət diləyirsən. Şükür Allaha ki, sən ölmədin. Səbir Allahdandır, əsnəmək isə şeytandan. Bir də səbir eləyəndə, yəni Allah səni yatmışsan bəlkə bir şeydə oyadır səni. Və buyururlar ki, yaxşı qonşu gözəl neymətdir. Allahın Rəsulü buyurur ki, qonşular 3 yerə bölünür. Bir, haqqa sahib olan qonşular. 2 haqqa sahib olan qonşular, bir də 3 haqqa sahib olan qonşular. Bir haqqa sahib olan qonşular ola bilər ki, o səndən uzaqdır, müsəlmandır və yaxud da qeyri-müsəlmandır. Qeyri-müsəlman olsa da, yenə sənin haqqın, sənin boyunda haqqı var. Bu bir haqqı olan qonşuluq deyilir. 2 haqqı olan qonşu odur ki, sahib olan qonşu odur ki, həm qonşudur, həm də din qardaşındır. 2 namaz qılan şəxslər bir-birindən qonşudurlar. Hər ikisinin bir-birinin boynunda haqqı var. Üçüncü haqq sahibi olan qonşu odur ki, həm qonşudur, həm din qardaşındır, həm də qohumundur. 3 əlaqə var, tapırsan bundan. Həzrəti Peyğəmbər salavatullah buyurur, qonşusuna şər toxunduran insan iman etməmişdir. Və sonra buyurur ki, bir-birinizə ziyan verməyin, yardımlaşın. Ehtiyacınız varsa bir-birinizə yardım eləyin. Sonra buyurur, bir-birinizi görəndə salam verin, qonşunun qonşu boyunda. Və bir-birinizə hədiyyə verin və nəsiyyətləşin bir-birinizlə. Nəsiyyətləşin. Sonra bu qonşuluq bir məsələsidir. Bir də Allah Teala Quran-ı Kərimdə buyurur ki, vəl caril cunub, uzaq qonşu. Buyurur ki, uzaq qonşuya da yaxşılıq edin. Bir qonşuluq var, yaxın qonşu. Bir də buyurur ki, Allah Teala buyurur ki, vəl caril cunub, yəni uzaq qohum qonşulara da yaxşılıq edin. Bu o mənadadır ki, uzaq qohum qonşu nə deməkdir? Bu deməkdir ki, yəni bir kənddə, bir qəsəbədə qalırsan. Məsələn, sənin evinlə mənim evimin arası bir qəsəbə olsa da belə, bir deyək ki, neçə 1 kilometr, nə qədərsə uzaqdır sənə. Yenə də o haqqı var bir-birindən yaxşılıq eləməyi. Qəsəbə sakinləri nəzərdə tutulur. Hədislərə görə əsasən 40 ev. Həzrəti Peyğəmbərdən hədislərə buyurur ki, qonşu sənin evindən 40 ev nə qədər ətrafında varsa, o sənin uzaq qonşun sayılır. Və burada bir də məsələ də var ki, diqqəti cəlb edən bir məsələ vardır ki, Allah Teala yaxın qonşudan danışanda uzaq qonşunu da burada qeyd eləyir, qonşudan söz açır. Yəni qonşu sözü onlarda deməli uzaq qonşuya da qonşu sözün demək olar. Bu mənadadır. Yaxın qonşudur, uzağa da qonşu deyə bilərsən. Demə, mənim o qonşum deyil. Bu mənada işlədir. Həzrət Əleyhisselam buyurur ki, öz vəsiyyətnaməsində buyurur ki, Allahın Rəsulü salavatullah o qədər qonşuluq haqqından danışdı ki, biz sonda qonşuların bir-birindən irs aparmaqlarını başa düşdük. O qədər qonşudan söhbət, sanki elə bir ki, qonşudan irs aparacaq. Və Həzrət Peyğəmbər salavatullah buyurur, Allaha və qiyamətə inanan şəxs gərək qonşularına yaxşılıq etsin. İmam Sadiq əleyhissalam buyurur, qonşuların bir-birinə yaxşılıq etməsi evləri abad edər və ömürləri uzadar. Və nəhayətdə Quranın bu ayənin axırıncı ayəsi bundan ibarətdir ki, İnnəllaha la yuhibbu mən kana muxtələn fəxura. Hamısını saymadım, qısa şəkildə dedim. Allah Teala buyurur ki, həqiqətən özünü bəyənən və loğvalıq edəni Allah sevməz. Yəni bu saydıqları əməllər
əməlləri kim yerinə yetirməz? O insanlar ki, öz-özünə loğvalanarlar, özlərini bəyənərlər. Bu cür insanlar bu Allahın bu saydıqlarını yerinə yetirməz və Allah da onları sevməz. Allah Teala bizləri bu insanlardan, yəni qonşusuna hörmət və Allahın buyurduqlarına əməl edənlərdən qərar versin inşallah. Allah dualarımızı, ibadətlərimizi qəbul eləsin. Allah bir daha şəhidlərimizi rəhmət eləsin. Allah Teala bizləri Peyğəmbər alı Peyğəmbərin əhl-i beytindən, Quranından ayrı salmasın inşallah. Allah şəhidlərimizi rəhmət eləsin, dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Allah bütün möminlərin bu cümə gününü mübarək qərar versin inşallah. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər alı Peyğəmbərə salavat hədiyyə eləyək inşallah. Allah.